Birinci sualda deyir ki, tam səthinin sahəsi 24 kvadrat santimetr olan kubun həcmini tapın. Biz bilirik ki, kubda S tam düsturu var. S tam düsturu bərabərdir 6A kvadratına və qiyməti 24-ə bərabərdir. Buradan A kvadratını tapsaq, 24-ü 6-ya böləcəyik, eləyəcək 4. Kubun tili, yəni A tərəfi bərabər olacaq 2-yə. Nəyin kvadratı 4-dür? 2-nin. Daha sonra bizdən həcmini soruşur. V həcm düsturu isə bərabərdir A kubuna. Həcmi tapmaq üçün 2-ni kuba yüksəldirik. Deməli, verilən kubun həcmi olacaq 8 kub santimetr. İkinci sualda deyir ki, diaqonallarından biri digərindən 2 dəfə böyük olan rombun sahəsi 64 olarsa, kiçik diaqonalın uzunluğunu tapın. Rombun 2 diaqonalı var. Biri D1 olsun, biri D2 olsun və diaqonallarından biri digərindən 2 dəfə böyükdür. Birinci tutaq ki, x-dır, ikinci də tutaq ki, 2x-dır. Və sahə 64-dür. Rombun ən məşhur sahə düsturu D1 vurulsun D2 bölünsün 2 düsturudur. Və biz yaza bilərik x vurulsun 2x bölünsün 2 bərabərdir 64-ə. 2-lər ixtisar gedir, x kvadratı bərabər olur 64-ə. Nəyin kvadratı 64-dür? 8-in. Deməli, diaqonalın biri 8-dir. Bizdən də elə kiçik diaqonal istədiyinə görə cavab olacaq elə 8. Böyük diaqonalı soruşsaydı 2x-i tapacaqdıq, o da eləyəcəkdi 16. Amma indiki cavab olacaq 8. Üçüncü sualda deyir ki, verilən tənliklər sistemindən y kvadratını tapın. Birinci tənliyi olduğu kimi köçürdək. Məsələn, x kvadratı üstə gəlinsin 2xy, üstə gəlinsin 3y kvadratı bərabərdir 17. İkinci tənliyi isə mötərziyə alıb, sol və sağ tərəflərini kvadrata yüksəldək. Nəyə görə kvadrata yüksəldirik? Çünki yuxarıdakı tənliyə bənzər hədlər yaranacaq. Müxtəsər vurma düsturunu açaq. X kvadratı üstə gəlinsin 2xy, üstə gəlinsin y-in kvadratı bərabərdir sağda 3-ün kvadratı, yəni 9. Bunlar oldu yeni bir sistem. Bu sistemdə tərəf-tərəfə çıxsaq, x kvadratını silib aparır, 2xy silib aparır, 3y kvadratından y kvadratını çıxanda 2y kvadratı qalır, 17-dən də 9 çıxanda 8 qalır. Buradan da y kvadratı bərabər olur 8 bölünsün 2-yə, yəni 4. Misalın da yekun cavabı olacaq 4. Dördüncü sualda deyir ki, AB ədədi üzərinə gəlinsin BA ədədi bərabərdir 88 vurulsun A-B olarsa AB-ni tapın. Əvvəlcə AB ədədini açaq və yazaq 10A üstə gəlinsin B. Sonra ikinci ədədi açaq, yazaq 10B üstə gəlinsin A bərabərdir 88-i içəri vurub açaq, 88A çıxılsın 88B. A-ları keçirdək bir yana. Məsələn, A-ları sağa keçirdək. 88A qalsın yerində. 10A ilə 1A solda toplanıb 11A olmuşdur. Sağa keçəndə olacaq mənfi 11A. B-ləri də sola keçirdək. Sağdakı 88B sola keçəndə olur müsbət 88B. Sol tərəfdə də 1B ilə 10B toplanmışdı, olmuşdu 11B. 88B-nin üstünə 11B-ni gələndə eləyəcək 99B bərabərdir. 88A-dan da 11B-ni çıxanda, daha doğrusu 88A-dan da 11A-nı çıxanda qalacaq 77A. Hər tərəfi 11-ə bölsək belə bir əlaqə alacaq. 9B bərabərdir 7A-ya. Və bizdən deyir ki, AB ədədini tapın. Adətən belə bərabərliklər olanda, əgər bu natural ədəd dərsidirsə, natural ədədlər dərsidirsə, 9B bərabərdir 7A. Bu deməkdir ki, B burada 7 ola bilər, A da burada 9 ola bilər. Onda ədədimiz, yəni AB ədədi olacaq elə 97. 5-ci sualda deyir ki, cəmi 48 olan 3 ədəddən birincisi bu cəmin 12-də 7 hissəsini, ikincisi isə 6-da 1 hissəsini təşkil edir. Üçüncü ədədi tapın. Cəm 48-dir. Və birinci ədədi tapmaq istəyirəmsə, deyir bu cəmin 12-də 7 hissəsini tap. 12-də 7-ni tapmaq üçün 12-də 7-yə vururam. 48 ilə 12 ixtisar gedir, 4 qalır. 4-ü də 7-yə vuranda 28 eləyir. Deməli, birinci ədəd olacaq elə 28. Deyir, ikinci ədədi tapmaq istəyirsənsə, bu cəmin 6-da 1 hissəsini tap. 48-i vururam 6-da 1-ə. 48 6-ya ixtisar gedir, qalır 8. Deməli, 8 bu cəmin ikinci ədədidir. Bunu da tapdım. Üçüncü ədədi tapmaq istəyirəmsə, onda cəmdən bu birinci və ikinci ədədi çıxmalıyam. Cəm 48-dir.
Çıxıram ondan birinci və ikinci ədədi, yəni 28 və 8-i çıxıram. 28 ilə 8 bir yerdə edir 36. 48-dən də çıxanda 36-nı 3-cü ədəd eləyəcək 12. Deməli, bu 3 toplanandan 3-cüsü 12 imiş. 6-cı sualda deyir ki, tərkibində 15% mis olan 600 kiloqram filizdən 72 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedib? Deməli, 600 kiloqram filiz var. 600 kiloqram filiz var. Və bunun tərkibində dəqiq bilirik ki, 15% mis var. Gəlin tapaq görək 15% yəni neçə kiloqram? Ədədin faizini tapanda onu faiz göstərən ədədə vurub 100-ə bölürük. Yəni 600 kiloqramın 15%-i nə qədərdir? Sıfırlarla sıfırlar ixtisar gedir. 6 da 15-ə vurulanda olur 90 kiloqram. Deməli, filizin tərkibində əslində xalis 90 kiloqram mis var imiş. Amma proses zamanı 72 kiloqram əldə olunub. Deməli, 90 kiloqram var idi, amma 72 kiloqram əldə olunub. Deməli, nə qədər itkiyə gedib? 90 çıxılsın 72, o da eləyəcək 18 kiloqram itki baş verib. 7-ci sualda deyir ki, avtobus 2,8-də 3 saata 190 km məsafə qət edir. Deməli, 2,8-də 3 saat 190 km. Görəsən, avtobus həmin sürətlə 5,8-də 1 saata nə qədər yol qət edər? X kilometr. Bu tənasüb mövzusudur və düz mütənasiblikdir. Çünki zaman artanda gedilən yol da arta bilər. Və çarpaz vurmadan istifadə edəcəyik. Sadəcə olaraq, burada gördüyümüz qarışıq ədədləri gəlin çevirək düzgün olmayan kəsirlərə. Məsələn, 2,8-də 3 yazmayaq. Onun əvəzinə yazaq. 2-ni 8-ə vuraq 16, 16-nın da üstünə 3 gələk, eləsin 19. Yəni 8-də 19 yazaq. Deməli, 8-də 19-u vururam çarpaz x-a bərabərdir. 5,8-də 1 yazmayaq. 5-i vuraq 8-ə 40, 40-ın üstünə 1 gələk 41. Yəni 8-də 41 yazaq. Və onu da vuraq 190-a. X-i tapmaq üçün isə burada nə etmək lazımdır? 8-də 41 vurulsun 190 ədədini, yəni bu hasili bölmək lazımdır 8-də 19-a. 8-də 19-a bölmək 19-da 8-ə vurmaq deməkdir. Davam eləyək. İxtisarlara baxaq indi. 8 ilə 8 ixtisar getdi. 190-ın 19-u ilə 19 ixtisar getdi, qaldı 10. 41-i də vurduq 10-a. Cavab eləyəcək 410 kilometr. Deməli, 410 kilometr yol gedə bilərmiş. 8-də deyir, S-nin hansı qiymətində verilən düz xəttin qrafiki 6 -3 nöqtəsindən keçir. Əgər qrafik bu nöqtədən keçir deyirsə, aparıb koordinatları yerinə qoymaq lazımdır. X-in yerinə 6, Y-in də yerinə -3. Getdik yazaq yerinə. 5 vurulsun 6, çıxılsın 4 vurulsun -3, üstə gəlinsin S bərabərdir 0-a. Hesablayaq. Deməli, 5-i 6-ya vuranda 30, üstə gəlinsin 12, üstə gəlinsin S bərabərdir 0-a. 30 ilə 12 42 eləyir, 42 üstə gəl S bərabərdir 0-a. S də bərabərdir 42 sağa keçəndə olur -42. Deməli, S bərabərdir -42 olduqda verilən nöqtə verilən xəttin üzərində yerləşir. 9-cu sualda deyir ki, A üstə B cəmi 6, A minus B fərqi 4 olarsa, A kvadratı minus B kvadratı ifadəsinin qiymətini tapın. Biz bilirik ki, A kvadratı minus B kvadratı deyilən ifadə A minus B və A üstə gəlinsin B kimi vuruqlara ayrıla bilir. A minus B 4-dür, A plus B 6-dır və 6-nı 4-ə vuranda yekun cavab olacaq 24. 10-cu sualda deyir ki, bu bərabərlik doğru olarsa, M-N ifadəsinin qiymətini tapın. Gəlin bərabərlikdə sol tərəfə ümumiyyətlə baxmayaq, ancaq sağ tərəfi ortaq məxrəcə gətirməyə çalışaq. Sağ tərəfdə məxrəclərdə 2x-1 və x plus 1 yazılıb. Ortaq məxrəc onların hasili olacaq. Yəni 2x-1 ilə x plus 1-in hasili olacaq. Tamamlayıcı vuruqlar. Birinci kəsir üçün tamamlayıcı vuruq x plus 1. İkinci kəsir üçün tamamlayıcı vuruq isə 2x-1 olacaq. Tamamlayıcı vuruqları sürətlərə vuraraq sürətə köçürdək. Yəni m vurulmalıdır x plus 1-ə, üstə gəlinsin. N də vurulmalıdır 2x-1-ə. Gəlin indi bu ifadələri sürəti vurub açaq. Yuxarıda yaranacaq mx, üstə gəlinsin m, üstə gəlinsin
2nx çıxılsın n bölünsün məxrəcdə. Məxrəcə də vurub açaq. 2x kvadratı çıxılsın x üstə gəlinsin 2x çıxılsın 1. Məxrəci biraz sadələşdirsək görəcəyik ki 2x kvadratı üzərinə gəlinsin x çıxılsın 1 alındı. Surətdə isə sadəcə olaraq x ilə bağlı olan dəyişənləri yanaşı yazaq. Məsələn, mx ilə üzərinə gəlinsin 2nx ifadəsini yanaşı yazaq. Üstə gəlinsin m çıxılsın n isə sağda yazaq. Diqqətlə baxın, misalın başlanğıcında biz sol tərəfə ümumiyyətlə heç nə eləmədik. Yazdıq ki, mənfi 2x üstə gəlinsin 4 bölünsün 2x kvadratı üstə gəlinsin x çıxılsın 1. Bu hissəyə biz ümumiyyətlə əl vurmadıq. Biz sadəcə sağ hissəni dəyişdirdik və sağ hissədə belə bir ifadə aldıq. 2x kvadratı üstə gəlinsin x çıxılsın 1. Surətdə isə mx üstə gəlinsin 2nx üstə gəl m çıxılsın n. Diqqətlə baxsanız görəcəksiniz ki, sol tərəfdəki məxrəclə sağ tərəfdəki məxrəc eynidir. Onda sol tərəfdəki surətlə sağ tərəfdəki surət də eyni olmalıdır. Sadəcə olaraq burada düzgün bənzətmə etmək lazımdır. Sağ tərəfdə mx üstə gəl 2nx ifadəsindən əgər biz x-i mötərizə xaricinə çıxartsaq, onda o ifadəyə belə də baxa bilərik. M üstə gəlinsin 2n mötərizədə vurulsun x, kənarda isə üstə gəlinsin m çıxılsın n. Belə diqqətlə baxsanız görəcəksiniz ki, x-a vurulan əmsal, yəni m üstə gəl 2n yazısı, m üstə gəl 2n yazısı, sol tərəfdə x-a vurulan əmsal, yəni mənfi 2 deməkdir. Və bir də sərbəst hədd olan m çıxılsın n yazısı, m çıxılsın n yazısı sol tərəfdəki müsbət 4-ə bərabərdir. Onda elə biz deyəcəyik ki, m çıxılsın n-in qiyməti 4-ə bərabərdir. 11-ci sualda deyir ki, xətti funksiyaları göstərin. Biz bilirik ki, xətti funksiyanın ümumi düsturu belə olur. Y bərabərdir kx üstə gəlinsin b. Gəlin baxaq görək hansı variantlar buna uyğundur. Birinci variant uyğundur. Burada k 8-dir, b mənfi 5-dir. İkinci variant uyğundur. Burada k mənfi 2-dir, b 4-dür. Üçüncü variant səhvdir, çünki o tərs mütənasiblik funksiyasıdır. Dördüncü funksiya səhvdir, çünki orada x kvadratı var, bu kvadratik funksiyadır. Beşinci funksiyada səhvdir, çünki orada da x kvadratı var, kvadratik funksiyadır. Amma 6-cı funksiya düzdür. Çünki biz 6-cı bənddə yazılan y bərabərdir 6x plus 5 bölünsün 2 ifadəsində 2-ni hər bir həddin məxrəcinə paylayıb, yəni 6x bölünsün 2, üstə gəlinsin 5 bölünsün 2 kimi yazsaq, düstur belə görsənə bilər. 3x üstə gəlinsin 2,5 və açıq aydın görsənər ki, k 3-dür, b də 2,5-dir. Yəni 6-cı cavab da düzgün cavabdır. Yekun cavab olacaq 1, 2 və 6. 12-ci sualda deyir ki, BO AC-yə perpendikulyar olarsa və BOD bucağı 50 dərəcə olarsa, BOD bucağına 50 dərəcə yazdıq. AOD bucağını tapın. AOD bucağı. AOD bucağı isə burada göy rəngdə qövslə qeyd edirəm, buranı göstərir. Və biz görürük ki, BOD bucağı 50 dərəcədirsə, AOD bucağını tapmaq üçün 90 dərəcə ilə 50 dərəcəni toplamaq lazımdır. Bucaq AOD bərabərdir 90 dərəcə, üzərinə gəlinsin 50 dərəcə. Cavab olacaq 140 dərəcə. 13-cü sualda deyir ki, tənliyin sonsuz sayda həlli olarsa, A və B parametrlərinin cəmini tapın. Verilən tənliyin formatı xətti tənlik dərsini xatırladır. Xətti tənliklərdə belə bir qayda var. A vurulsun x bərabərdir B xətti tənliyində. Əgər A da 0-a bərabər olsa, B də 0-a bərabər olsa, onda bu xətti tənliyin sonsuz sayda həlli olacaq. Yəni, x-in sol tərəfindəki vurğu ilə bərabərliyin sağ tərəfindəki hissə 0-a bərabər olsa, sonsuz sayda həll olacaq. O zaman yazırıq. Deməli, A kvadratı çıxılsın 8A, üstə gəlinsin 15, bölünsün, B minus 7 də bərabər olmalıdır 0-a. Həmçinin B kvadratı çıxılsın 9B,
üstə gəlinsin 14 bölünsün a minus 3 də bərabər olmalıdır 0-a. Əvvəlcə sol tərəfdə başlayaq. Sol tərəfi həll eləyəndə tez kənara bir qeyd yazırıq ki, b minus 7 ola bilməz 0, çünki məxrəcdir. B də ola bilməz, yəni B fərqlidir 7-dən. Kəsrin cavabının 0 olması üçün əslində surət 0 olmalıdır. Yəni a kvadratı çıx 8a üstə gəl 15 bərabər olmalıdır 0-a. Viet teoremi ilə bunu həll eləsək, vuranda 15 eləyən, toplayanda 8 eləyən ədədləri tapmalıyıq. Bu da 3 və 5-dir. A1 bərabərdir 3-ə, A2 kökü də bərabərdir 5-ə. İndi ikinci tərəfə keçək. Yenə də kəsrin cavabını 0-a bərabər eləmişik. A minus 3, yəni məxrəc ola bilməz 0. A ola bilməz 3. İndi isə misalın həllinə başlayaq. Kəsrin cavabı 0-a bərabərdirsə, deməli surət 0-a bərabərdir. Yəni b kvadratı çıx 9b üstə gəlinsin 14 bərabər olmalıdır 0-a. Bu da kvadratik tənlikdir. Hasili 14, cəmi 9 eləyən ədədləri axtarırıq. Vuranda 14, toplayanda 9 eləyən ədədlər 2 və 7-dir. B1 bərabərdir 2-yə, B2 də bərabərdir 7-yə. Biz sol tərəfi 0-a çevirən 2 dənə A ədədi tapmışıq. Biri A bərabərdir 3, biri A bərabərdir 5. Sağ tərəfi 0-a çevirən 2 dənə B ədədi tapmışıq. B bərabərdir 2 və B bərabərdir 7. Amma yuxarıda məxrəclə bağlı yazdığımız qeydlər var. Yazmışdıq ki, B 7 ola bilməz, A da 3 ola bilməz. A 3 ola bilməzsə 3 olan versiyanı silirik. B də 7 ola bilməzsə 7 olan versiyanı silirik. Və əlimizdə 1A və 1B qalır. Onların cəmini tapaq. A üzərinə gəlinsin B bərabərdir 5 ilə 2-nin cəmi. 5 üzərinə gəlinsin 2, o da bərabərdir 7-yə. Misalın yekun cavabı olacaq 7. 14-cü sualda deyir ki, M və N verilən çoxluqlar olarsa, birləşməni tapın. Birləşməni tapanda biz əvvəlcə M birləşsin N ifadəsini yazırıq, yəni çoxluqların birləşməsi. Daha sonra M-də olan bütün elementləri bura köçürdək. 1, 2, 3, 4, 5, 6. M-in bütün elementlərini bura köçürdük. İndi N-dəki elementləri də bura daxil eləməliyik. Amma təkrar olanları yazmağa ehtiyac yoxdur. Məsələn, 2 təkrardır, ona ehtiyac yoxdur. 3 təkrardır, ehtiyac yoxdur. 4, 5, 6. Bunlar təkrardır, ehtiyac yoxdur. Yalnız bura 7 əlavə olunur və birləşmə 1, 2, 3, 4, 5, 6, 7 olur. Və bizdən soruşsalar ki, birləşmədə neçə element var? Cavab olacaq 7 element. 15-ci sualda verilən ifadənin cavabını tapmalıyıq. Kökaltı ifadələr görürük və hər ikisinin dərəcəsi 4-cü dərəcədir. 4-cü dərəcə olduğuna görə hasil zamanı onları bir kökün altında birləşdirmək olar. Yəni 6 çıxılsın 2 kökdə 5 və 6 üzərinə gəlinsin 2 kökdə 5 hasilini bir kökün altında birləşdiririk. Vurma var deyə. İçəridə kvadratlar fərqi düsturu yaranır. Kvadratlar fərqi düsturuna görə birincinin kvadratı çıx ikincinin kvadratı yaza bilərik. Yenə də 4-cü dərəcədən kökün altında birincinin kvadratı, yəni 6-nın kvadratı çıx ikincinin kvadratı, yəni 2 kökdə 5-in kvadratı yaza bilərik. 6-nın kvadratı eləyəcək 36 çıxılsın. 2 kökdə 5-in kvadratını hesablayanda 2-nin kvadratı 4 eləyir, kökdə 5-in kvadratı isə 5 eləyir. Yenə də 4-cü dərəcədən kökün altındadır. 36-dan 20 çıxanda 16 eləyir. 4-cü dərəcədən kökün altında. Bunun isə mənası budur. 4 dəfə nəyi öz-özünə vuranda 16 eləyir. Yekun cavab olacaq 2. 16-cı sualda deyir ki, verilən bərabərsizliyi ödəyən neçə natural ədəd var? Ümumiyyətlə, 2 qat bərabərsizliklərdə arada qalan natural ədədlərin sayını tapmanın çox rahat yolu var. Əgər 2 qat bərabərsizlikdə bir tərəfdə kiçikdir, amma digər tərəfdə kiçikdir, bərabərdir yazılıbsa, elə sağdakı ədəddən soldakı ədədi çıxsaq, aradakı ədədlərin sayını, natural ədədlərin sayını tapmış olacaq. Yəni 42-dən çıxanda 32-ni bərabər olur 10. Deməli, bu arada 10 ədəd, tam ədəd və yaxud da natural ədəd var. Və ehtiyac yoxdur burada oturub bir-bir saymağa bunları. Saysaq da onu eləyəcək, amma ehtiyac yoxdur. Və əlavə olaraq bəzi məlumatlarda deyim sizə. Əgər həm 32 daxil olsaydı,
həm də 42 daxil olsaydı və bizə desəydi ki, burada bəs neçə natural ədəd var, o zaman biz 42-dən 32-ni çıxandan sonra üzərinə 1 gəlməli idik. Məsələn, bu aralıqda 11 natural ədəd var və bir dənə məlumatı qeyd edeyim. Əgər həm 32, həm də 42 daxil olmasaydı, yəni heç biri daxil olmasaydı, onda 42-dən 32-ni çıxıb əlavə olaraq da 1 çıxacaqdıq. O da eləyəcəkdi 9 natural ədəd var. Amma bizim misalımızda biri daxildir, biri daxil deyil deyə 42-dən 32 çıxırıq və yekun cavabı alırıq. Deməli, hər ikisi daxil olanda sağdan sola çıxıb üstünə 1 gəlirik. Əgər heç biri daxil deyilsə, sağdan sola çıxıb və əlavə olaraq 1-də çıxırıq. Əgər biri daxildir, biri daxil deyilsə, sadəcə olaraq sağdan sola çıxırıq və cavabı alırıq. 17-ci sualda deyir ki, A ilə B ədədlərinin fərqinin 27 və M ədədlərinin cəmi ilə hasili nəyə bərabərdir? A ilə B-nin fərqi deyəndə A minus B nəzərdə tutulur. 27 və M-in cəmi deyəndə 27 üzərinə gəlinsin M nəzərdə tutulur. Gəlin bunları bir-bir vurub açaq. 27A çıxılsın 27B. Üstə gəlinsin A vurulsun M, çıxılsın B vurulsun M. Belə bir ifadə varmı bizdə? 27A çıxılsın 27B, MA çıxılsın MB. Cavab olacaq A variantı. 18-ci sualda deyir ki, ifadəni vurğulara ayıran, bu qruplaşdırma metodu ilə davam edən misalın elə bir orta hissəsidir. İndi bu etapdan sonrasını biz davam elətdirməliyik. Diqqətlə baxın, sol tərəfdə C vurulsun X plus Y, sağ tərəfdə isə D vurulsun X plus Y var. Hər iki hissədə ortaq vuruq X plus Y-dir. O zaman X plus Y-i mötərizə xaricinə çıxardırıq. İçəridə qalır C çıxılsın D. Belə cavab varmı? X plus Y vurulsun C çıxılsın D. X plus Y vurulsun C çıxılsın D. Cavab Y variantı olacaq. 19-cu sualda deyir ki, tənliyi həll edin. Verilən tənlik əslində xətti tənliklər sisteminə aiddir. Çünki məxrəcdə dəyişən yoxdur. Biz hər tərəfi 8-ə vursaq, kəsirlərdən azad olarıq. Yəni, 3 vurulsun x minus 1 bölünsün 4 bərabərdir. 10x minus 26 bölünsün 8. Həm sol tərəfi vururuq 8-ə, həm də sağ tərəfi vururuq 8-ə. Məqsəd nədir? Vuracağımız 8 ədədi ilə məxrəc ixtisar getsin və kəsirlərdən canımız qurtarsın. Sol tərəfdə ixtisar gedəndən sonra əlavə olaraq 2 qalır. 2-ni vururuq surətə. Yəni 2 vurulsun, 3 vurulsun x minus 1 bərabərdir. Sağ tərəfdə isə 8 və 8 gedir, sadəcə surət qalır. 10x minus 26. 2 vuru 3, 6 edir. 6-nı içəri vurub açanda eləyəcək. 6x minus 6 bərabərdir. 10x minus 26. Xətti tənliklərdə dəyişənlər bir tərəfə, ədədlər bir tərəfə keçir. 10x-in yanına 6x-i gətirəndə minus 6x olacaq. Mənfi 6-nın yanına mənfi 26-nı gətirəndə müsbət 26 olacaq və müsbət 26 çıx 6 olacaq. 10x-dan 6x çıxanda 4x qalacaq. 26-dan 6 çıxanda 20 olacaq. X də bərabərdir. 20-ni də 4-ə böləndə 5 eləyəcək. Deməli, tənliyin kökü olacaq 5. 20-ci sualda deyir ki, n-in neçə tam qiymətində verilən ifadə tam ədəddir. Əvvəlcə biz surətdəki ifadəni vurub açaq. N-i mötərizənin içərisinə vuranda olacaq n kvadratı üzərinə gəlinsin 5n, üzərinə gəlinsin 8, bölünsün n. Daha sonra məxrəcdəki n-i hər bir dəyişənin məxrəcinə paylayaq. N kvadratı bölünsün n, üstə gəlinsin 5n bölünsün n və üzərinə gəlinsin 8 bölünsün n. Daha sonra ixtisar gedən hissələri ixtisar aparaq. N kvadratı ilə n gedəndə qalır n, üstə gəlinsin. 5n ilə n gedəndə qalır 5, üstə gəlinsin 8 böl n. Biz ifadənin tam ədəd olmasını istəyirik. Əgər biz ifadənin tam ədəd olmasını istəyiriksə, onda kəsr xətti itməlidir. Yəni, kəsrin itməsi üçün də burada məxrəcdə qalan n 8-in bölənləri olmalıdır. N-in neçə tam qiymətində verilən ifadə də tam ədəddir. Biz n-in yerinə hansı tam ədədləri qoya bilərik? Müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 4 və müsbət mənfi 8. Yəni 8-in müsbət və mənfi bölənlərini ki, kəsr xətti tam bölünmə zamanı itsin.
Burada da neçə ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni həm 4 ədəd var, həm müsbət, həm də mənfisini götürəndə 8 tam qiymət yazmaq olar. Deməli, misalın yekun cavabı olacaq 8 tam ədəd. Amma bizdən soruşsaydı ki, bəs neçə natural ədəd yazmaq olar? Natural ədəd kimi ora biz 1-i, 2-ni, 4-ü və 8-i yaza bilərik, amma mənfiləri yaza bilmərik. N-in natural qiymətlərini soruşsaydı. 21-ci sualda deyir ki, ABCD düzbucaqlısında AC və BD diaqonallardır. AC və BD diaqonallardır və O nöqtəsində kəsişirlər görürük. AOB bucağı 50 dərəcədir. Şəklin üzərinə yazdıq 50 dərəcə. BAO bucağını tapın deyir. BAO bucağı isə buradadır. Biz bilirik ki, diaqonallar kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür və diaqonalların özləri də bərabərdir, yarılar da bərabərdir. O nöqtəsindən etibarən OC, OD, OB və OA. Bu parçaların hamısı bir-birinə bərabərdir. Onda burada olan üçbucaq AOB, sarı rəngdə qeyd etdiyim üçbucaq AOB bərabər yanlı üçbucaq olur. Və bu bərabər yanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir. Oturacağı isə AB-dir. AB-yə bitişik bucaqlar bərabərdirsə, deməli ABO bucağı da elə BAO bucağına bərabər olacaq. Yəni biz buranı alfa adlandırsaq, buranı da alfa adlandıra bilərik. Təpə bucaqda 50 dərəcə olduğuna görə alfa üstə gəl 50 bərabər olacaq 180-ə və 2 alfa bərabərdir 130-a, alfa da bərabərdir 65 dərəcəyə. Deməli, məsələdə soruşulan BAO bucağı 65 dərəcədir. 22-ci sualda deyir ki, o mərkəzli çevrədə bucaq ACY bölünsün bucaq YAC. ACY-ni əvvəlcə qeyd eləyək. Buradır. YAC bucağı isə YAC. O bucağı isə buradadır. Bunların nisbəti 2/3 kimidir. Onda birini 2K, birini isə 3K kimi adlandıra bilərik. SMD qövsünün dərəcəsi 160 dərəcədir. SMD qövsünü 160 dərəcə olduğunu qeyd eləyək şəkildə. BNY qövsünün dərəcə ölçüsünü tapın. BNY. Deməli, belə bir qayda. BNY-ni də şəkildə göstərək, onu bizdən istəyir. Deməli, BNY qövsü də buradır. Bunu bizdən soruşur. Belə bir qayda var. BCY bucağı 2K-dır və BCY bucağı daxili bucaqdır. Bucaq BCY. Adını 2K yazmışıq və daxili bucaqdır. Əgər daxili bucaq neçə dərəcədirsə, qarşısındakı qövs onun 2 mislidir. Onda BNY qövsünü biz adlandıra bilərik bu formada. 2K-nın 2 misli, yəni 4K. Onda qırmızı rəngdə o qövsü 4K kimi adlandırdıq, daxili bucağın qarşısına düşdüyünə görə. Daha sonra iki kəsən arasında bucaq qaydası var. Bucaq A-nın düsturu var. İki kəsən arasında qalan bucaq qaydası. Uzaqda qalan SMD qövsündən çıxırıq yaxında olan BNY qövsünü və bölürük 2-yə. Uzaqda olan SMD qövsü çıxılsın, yaxında olan BNY qövsü bölünsün 2. İndi bu düsturu tətbiq eləyək. Yəni 160 dərəcədən uzaqda olan SMD qövsündən çıxanda yaxında olan BNY qövsünü, yəni 4K-nı və böləndə 2-yə bizə verir A bucağını, yəni 3K-nı. Tənliyi həll eləyək. 3K-nı 2-yə vurduq, elədi 6K bərabərdir 160 çıxılsın 4K. 4K sola keçəndə olacaq 10K bərabərdir 160-a. K da bərabər olacaq 160 bölü 10-a, yəni 16-ya. Amma bizdən K-nı soruşmur. Bizdən BNY qövsünü soruşur. BNY qövsü də BNY qövsü də 4K-dan ibarət idi. 4-ü vuracaq K-ya, yəni 16-ya. Cavab eləyəcək 64 dərəcə. 23-cü sualda deyir ki, tərəfləri 1/2 nisbətində perimetri 10 cm olan bərabər yanlı üçbucağın təpə nöqtəsindən oturacağa paralel düz xətt keçirilmişdir. Oturacağa bitişik bucaq təpəsindən bu düz xəttə qədər məsafəni tapın. Əvvəlcə bir bərabər yanlı üçbucaq şəkli çəkək. Bərabər yanlı üçbucaqda tərəflərin nisbəti 2/1 nisbəti deyəndə adamın ağlına iki cür versiya gəlir. Ya 1, 1, 2, yəni 1K, 1K, 2K belə adlandırmaq olur. Ya da 2K, 2K, 1K belə adlandırmaq olar. Bunlardan hansı görəsən səhvdir ya da hansı görəsən düzdür. 1K, 1K və 2K. Bu versiya səhvdir. Niyə?
Çünki 1K ilə 1K-nın cəmi eləyir 2K və üçüncü tərəfə bərabər olur. Üçbucaq bərabərsizliyinə görə iki tərəfin cəmi üçüncü tərəfə bərabər ola bilməz. Yəni biz belə adlandıra bilmərik. Ona görə də biz belə adlandıracağıq 2K, 2K və 1K. Bunu belə adlandırdıq. Perimetrdir 10 santimetrdir. Gəlin onda perimetr düsturunu yazaq. 2K-nın üzərinə 2K-nı gəlirik, üzərinə də 1K-nı gəlirik və 10-a bərabər eləyirik. 5K-nı bərabər eləyirik 10-a. K da bərabər olur buradan 2-yə. K-nı 2 tapdıqsa bütün tərəfləri artıq bilirik. Yan tərəflər 4, oturacaq isə olacaq 2 cm. Daha sonra deyir ki, üçbucağın təpə nöqtəsindən oturacağa paralel düz xətt keçirilmişdir. Oturacağa paralel bir düz xətt keçirdik və deyir, oturacağa bitişik bucaq təpəsindən, oturacağa bitişik bucaq məsələn, hal-hazırda qeyd edədiyim A təpəsindən bu düz xəttə qədər, yəni yuxarıdakı qırmızı düz xəttə qədər məsafəni tapın deyir. Məsafə perpendikulyar deməkdir. Bizdən bu perpendikulyarın uzunluğunu soruşur. Göy rəngdə parçanın. Biz bu məsələni necə həll edəcəyik? Biz bayaqları 2K-nı və 1K-nı artıq tapmışıq. Ölçüləri ilə şəklin üzərinə yazaq. Yan tərəflər olmuşdu 4 cm, 4 cm. Oturacaq da olmuşdu bütövlükdə 2 cm. Gəlin indi bərabəryanlı üçbucağın təpə bucağından oturacağa bir median tənbölən hündürlük endirək. Biz bilirik ki, median tənbölən hündürlük üçü də eyni parçadır. Bu endirdiyimiz MTH median tənbölən hündürlük elə soruşulan hündürlüklə eyni parçadır. Çünki paraleldirlər və uzunluqları bərabərdir. Yəni əslində biz MTH-ı tapmalıyıq. MTH-ı tapmaq üçün də Pifaqor teoremindən istifadə edəcəyik. Diqqətlə baxsanız, üçbucağı adlandıraq məsələn ABC. Endirilən MTH-ı da adlandıraq CF. CF medianı tənböləni və yaxud da hündürlüyü. Bunu tapmaq üçün AFC üçbucağında üçbucaq AFC-nin içərisində Pifaqor quracağıq. AFC. Burada Pifaqor quracağıq. Biz bilirik ki, MTH gedib qarşı tərəfi yarıya bölüb. Yəni oturacaqdakı AB parçası 1 cm və 1 cm olaraq bölünüb və üçbucaq AFC-nin içərisində hipotenuz 4-dür, katetlərdən biri 1-dir, biz də CF axtarırıq. CF kateti bərabərdir, kök altında 4-ün kvadratı çıxılsın 1-in kvadratı. 4-ün kvadratı eləyəcək 16, 16-dan 1 çıxacaq, eləyəcək 15. Deməli, soruşulan həmin məsafə kökdə 15 santimetrdir. 24-cü məsələdə deyir ki, AO parçasının uzunluğu 10 santimetrdir, üzərinə yazaq 10. OD 6-dır, üzərinə yazdıq 6. CD 3-dür, CD-nin üzərinə yazdıq 3. AB vətərinin uzunluğunu tapın, orada yazdıq bir X hərfi. Biz bilirik ki, bu şəkildə oxşarlıq olma ehtimalı var. Əvvəlcə qarşılıqlı bucaqları eyni adlandıraq. Alfa, alfa, yəni AOB üçbucağında alfa, COD üçbucağında alfaya bərabərdir, çünki qarşılıqlı bucaqlardır. Bundan başqa, biz deyə bilərik ki, bucaq A ilə bucaq D, eyni qövsə söykənirlər deyə, onlar da bərabərdir. Hər ikisi BS qövsünə söykənir, ona görə hər ikisi beta olacaq. Bundan başqa, yerdə qalan üçüncü bucaqlar da avtomatik bərabərdir. Məsələn, bucaq B-yə qamma desək, bucaq C-də qamma olacaq. Bu üç bucaqlar oxşar olduğuna görə artıq nisbətləri qura bilərik. Məsələn, sol tərəfdə alfanın qabağı x-dir, sağ tərəfdə alfanın qabağı 3-dür, sol tərəfdə qammanın qabağı 10-dur, sağ tərəfdə qammanın qabağı 6-dır. Tənasübdən x-i tapsaq, 3 vurulsun 10 bölünsün 6 olacaq, 36-ya böləndə cavab 5 eləyəcək. Deməli, AB parçasının uzunluğu olacaq 5 cm. 25-ci sualda deyir ki, sahəsi 144 kvadrat santimetr olan ABCD kvadratında AY parçası CF parçasına bərabərdir. Gəlin AY parçası ilə CF parçasının üzərinə x yazaq. Daha sonra YF 15-dir, YF-in üzərinə 15 yazaq. AY-nin uzunluğunu tapın. AY-ni, yəni x-i tapmalıyıq. Sahə 144-dürsə, biz bilirik ki, sahə düsturu A kvadratıdır. Kvadratın sahəsi 144-ə bərabərdirsə, buradan A tərəfin uzunluğunu
12 sm tapırıq. Yəni kvadratın tərəfi 12 sm-dir. Məsələn, BC-ni nümunə olaraq 12 sm adlandırma olar. Gəlin şəklə əlavə eləyək. Əlavəni necə eləyəcəyik? F nöqtəsindən sol tərəfə doğru BC-yə paralel bir düz xətt əlavə eləyək. F nöqtəsindən sol tərəfə doğru BC-yə paralel bir düz xətt əlavə eləyək. Elə təsəvvür eləyək ki, həmin bu əlavə elədiyimiz parça BC-yə paraleldir. BC-yə paraleldir və F-dən sola tərəf uzadılıb. Parçanın adını qoyaq, məsələn, MF parçası. Və paralel olduğuna görə, necə ki B təpəsində 90 dərəcə var, FM parçası da gəlib AB parçasına 90 dərəcə ilə batır. Bu belə. Paralelliyə görə BC 12-dirsə, onda MF də 12 olacaq. MF-in də üzərinə yazıram 12, çünki bir-birinə paraleldirlər. Bundan başqa kvadratın tərəfi 12 idi. Yəni A-dan B-yə qədər bütövlükdə 12-dir. Və CF ilə BM üzbəüz dayandıqlarına görə BM-in də adını X adlandırmaq olar. BM-in də adı olacaq X, çünki CF ilə paralel dayanıblar, üzbəüz. Ortada qalan MY parçasını isə biz belə adlandıracağıq. Kvadratın tərəfi 12-dir. Və biz sanki MB və AY-ni, yəni 2 dənə X oradan çıxanda ortadakı MY parçası qalır. Yəni orta hissənin adı olacaq 12 çıxılsın 2X. İndi burada bir düzbucaqlı üçbucaq var. Düzbucaqlı üçbucağın adı YMF-dir. YMF düzbucaqlı üçbucağında Pifagor teoremini tətbiq eləyək. Pifagor teoremini necə quracağıq orada? Yazacağıq katetin kvadratı, yəni məsələn 12-nin kvadratı üzərinə gəlinsin. Digər katetin kvadratı, yəni YM katetinin kvadratı, yəni 12 minus 2X-in kvadratı bərabərdir hipotenuzun kvadratına, yəni 15-in kvadratına. Bu tənliyi həll eləməyə çalışaq. Deməli, 15-in kvadratı və 12-nin kvadratı. Bunları ataq sağa. 12 çıxılsın 2X-in mötərizə kvadratı qalsın solda. 15-in kvadratı çıxılsın 12-nin kvadratını da ataq sağa. Əslində adamın ağlına gələn ilk Pifagor üçlüyü 9, 12, 15-dir, amma biz tənliyi həll eləməklə göstərək. Deməli, sağ tərəfdə 225-dən 144 çıxanda 81 eləyir. 81 nəyin kvadratıdır? 9-un. Mənfi 9 ola bilməz, çünki bu bir parçadır. Onda elə 12 çıxılsın 2X-i birbaşa bərabərləşdirək 9-a. 2X bərabər olsun 12 çıxılsın 9-a. 2X bərabər olsun deməli 3-ə. X də bərabər olsun 1,5-ə. Deməli, məsələdə soruşulan həmin o CF parçası və yaxud da AY parçası, yəni X, elə 1,5 sm imiş.